Qoç. Bugün daxili aləminizdə baş qaldıran coşqun enerji sizi tamamilə yeni üfüqlərə doğru sürükləyəcək. Qarşınıza çıxan ilk maneədə geri çəkilmək əvəzinə strategiyanızı dəyişərək irəliləməyi sınaqdan keçirməlisiniz. İş həyatınızda uzun müddətdir planlaşdırdığınız, lakin cəsarət etmədiyiniz layihəni bugün rəhbərliyə təqdim etmək üçün ideal zamandır. Maliyyə məsələlərində ani qərarlardan qaçmaq gələcək büdcə təhlükəsizliyiniz baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Sevgi münasibətlərinizdə partnyorunuzun emosional ehtiyaclarına qarşı daha həssas yanaşmağınız bağlarınızı xeyli möhkəmləndirəcək. Yaxın dostlarınızdan birinin sizə verəcəyi gözlənilməz məsləhət ağlınızdakı bəzi şübhələri tamamilə yox edə bilər. Sağlamlığınızı qorumaq adına bu axşam ağır qidalardan uzaq durmaq və bədəninizi dincəltmək faydalıdır. Kreativ düşüncəniz sayəsində komanda yoldaşlarınız arasında parlayacaq və liderlik keyfiyyətlərinizi nümayiş etdirəcəksiniz. Fikir ayrılıqları zamanı sərt tonundan imtina edərək kompromis yolları axtarmağa üstünlük verməlisiniz. Köhnə bir tanışınızın zəngi sizə keçmişdə qalan xoş xatirələri yenidən canlandırmaq fürsəti bəxş edəcək. Həyatın rutin axınından sıxılmısınızsa, bugün özünüzə kiçik bir hobbi sahəsi yaratmağın əsl vaxtıdır. Gərəksiz xərclərdən uzaq durmaqla gələcəkdə reallaşdıracağınız böyük səyahətin təməlini indidən qoya bilərsiniz. Fədakarlıq etdiyiniz mövzularda artıq öz maraqlarınızı da ön plana çəkməyin vaxtı çoxdan çatıb. Özünüzə olan inamınız ətrafdakı insanların da sizə olan hörmət və rəğbətini vizual olaraq artıracaq. Enerjinizi tükədən toksik insanlarla aranızda aydın bir məsafə qoymağı bugündən etibarən vərdişə çevirin. Ailə daxilində yaranan xırda anlaşılmazlıqları böyütmədən təmkinli davranaraq həll etməyə çalışmalısınız. Buğa. Maddi sabitliyinizi qorumaq istəyiniz bugün atacağınız hər bir addımda özünü aydın şəkildə büruzə verəcək. İş yerindəki gərgin ab-hava sizi qətiyyən qorxutmamalı, əksinə peşəkarlığınızı nümayiş etdirmək üçün şans olmalıdır. Yaxın ətrafınızda baş verən bəzi intriqalardan uzaq duraraq yalnız öz şəxsi inkişafınıza fokuslanmağınız məsləhətdir. Sevdiyiniz insanla birlikdə keçirəcəyiniz romantik bir şam yeməyi aranızdakı soyuq küləkləri tamamilə yox edəcək. Bugün qəbul edəcəyiniz qərarların uzun müddətli nəticələrini mütləq şəkildə nəzərə alaraq hərəkət etməlisiniz. Sağlamlıq baxımından xüsusilə onurğa və bel nahiyənizi həddindən artıq yükləməkdən çəkinməyiniz tövsiyə olunur. İnvestisiya etmək barədə düşünürsünüzsə, sahənin mütəxəssisləri ilə məsləhətləşmədən heç bir sənədə imza atmayın. Ruhunuzu dincəltmək üçün təbiət qoynunda qısa bir gəzintiyə çıxmaq sizə inanılmaz dərəcədə yaxşı təsir göstərəcək. Yaradıcı potensialınızın pik nöqtəsində olduğunuz bu günü yeni ideyalar qələmə almaqla dəyərləndirə bilərsiniz. Başqalarının fikirlərinə hörmətlə yanaşarkən öz daxili səsinizin sizə diktə etdiyi prinsiplərdən də əsla güzəştə getməyin. Yaddaşınızda iz buraxan köhnə bir incikliyi unudaraq qarşı tərəfə yeni bir şans vermək sizə rahatlıq gətirəcək. Təhsil və ya karyera sahəsində qarşılaşdığınız çətinliklər tezliklə yerini böyük uğurlara və qələbələrə buraxacaq. Büdcənizi yenidən nəzərdən keçirmək sizə lazımsız yerə axıb gedən pulların qarşısını almaqda kömək edəcək. Həyatınızdakı prioritetləri düzgün sıralamaq bugün vaxtı daha səmərəli idarə etmənizə şərait yaradacaq. Günün sonunda əldə etdiyiniz nəticələr özünüzlə qürur duymanız üçün kifayət qədər əsas yaradacaq. Axşam saatlarında tək qalıb gələcək planlarınızı vizuallaşdırmaq daxili motivasiyanızı maksimum dərəcədə yüksəldəcək. Əkizlər. Bugün ünsiyyət bacarıqlarınız sayəsində həll olunmaz görünən ən çətin məsələləri belə asanlıqla yoluna qoyacaqsınız. Zehni aktivliyinizin yüksək olması eyni anda bir neçə fərqli işi uğurla tamamlamanıza imkan verəcək. Ətrafınızdakı insanların diqqət mərkəzində olmaq sizə əlavə özünə inam bəxş edəcək və ruhunuzu oxşayacaq. Eşq həyatınızda maraqlı və gözlənilməz tanışlıqlar gündəmə gələ bilər, odur ki, duyğularınıza açıq olun. Ticarət və ya biznes sahəsində fəaliyyət göstərirsinizsə, bugün gəlirli tərəfdaşlıq müqavilələri imzalaya bilərsiniz. Diqqətsizlik ucbatından sənədləşmə işlərində buraxa biləcəyiniz kiçik səhvlərə qarşı son dərəcə ayıq-sayıq olmalısınız. Bədəninizin su balansını qorumaq üçün gün ərzində yetərli miqdarda maye qəbul etməyi unutmayın. Çoxdandır görmədiyiniz bir dostunuzun verəcəyi dəvət sizə unudulmaz anlar yaşamaq vəd edir. Hisslərinizi ifadə edərkən qarşı tərəfin də duyğularını zədələməməyə xüsusi diqqət yetirməyiniz çox vacibdir. Yeni məlumatlar öyrənmək istəyiniz sizi elmi və ya fəlsəfi araşdırmalar aparmağa sövq edə bilər. Həyatınızda dəyişiklik etmək arzusunu reallaşdırmaq üçün bugün ilk praktik addımı ata bilərsiniz.
Şayələrə və dedikodulara qulaq asmaq enerjinizi boşa xərcləməkdən başqa bir işə yaramayacaq. Kreativ ideyalarınızı həyata keçirmək üçün lazım olan maddi dəstəyi tapmaq bugün gözlədiyinizdən də asan olacaq. Özünüzü intellektual cəhətdən inkişaf etdirmək üçün yeni bir kursa və ya təlimə yazılmaq əla fikirdir. Günün yekununda qazandığınız təcrübələr gələcəkdə daha böyük addımlar atmağınız üçün təməl rolunu oynayacaq. Xərçəng. Duyğusal dərinliyinizin artdığı bu gündə daxili dünyanıza çəkilərək hisslərinizi analiz etmək sizə çox yaxşı təsir edəcək. Evinizdə rahatlıq və harmoniya yaratmaq üçün interyerdə kiçik dəyişikliklər etmək əhvalınızı xeyli yüksəldə bilər. Peşəkar fəaliyyətinizdə hisslərinizlə deyil, məhz məntiqlə hərəkət etmək sizi böyük uğursuzluqlardan sığortalayacaq. Maddi məsələlərdə borc vermək və ya götürmək üçün bugün münasib bir zaman kəsiyi deyil. Şəxsi münasibətlərdə keçmişin kölgəsindən xilas olmaq gələcəyə daha inamlı addımlarla baxmanıza kömək edəcək. Sağlamlığınızla bağlı xroniki problemlərin baş qaldırmaması üçün profilaktik tədbirlər görməyi yaddan çıxarmayın. Ətrafınızdakı insanların dərdini dinləyərkən öz daxili dincliyinizi qorumağı bacarmalı və sərhədlərinizi müəyyən etməlisiniz. İntuisiyanızın səsinə qulaq asaraq atacağınız addımlar sizə ən doğru yolu göstərməkdə bələdçilik edəcək. Karyeranızda yüksəliş əldə etmək üçün öz üzərinizə əlavə öhdəliklər götürməkdən əsla çəkinməyin. Günorta saatlarında alacağınız şad xəbər bütün ailənizin böyük bir sevinc yaşamasına vəsilə olacaq. Gərəksiz yerə qayğılanmaq əvəzinə anın dadını çıxarmağa və həyatın gözəlliklərini görməyə çalışın. İncəsənətlə məşğul olmaq və ya musiqi dinləmək ruhunuzdakı yorğunluğu bir andaca silib aparacaq. Köhnə layihələrinizi yekunlaşdırıb yeni başlanğıclar üçün özünüzdə lazımi daxili gücü tapacaqsınız. Tərəfdaşınızla aranızda olan etimadı zədələyəcək hər hansı bir gizli addımdan tamamilə uzaq durmalısınız. Ədalətli və dürüst mövqeyiniz sayəsində ətrafınızdakı hər kəsin etimadını yenidən qazanmağa nail olacaqsınız. Özünüzü fiziki cəhətdən gümrah hiss etmək üçün yüngül idman hərəkətlərinə vaxt ayırmağınız zəruridir. Şiir. Bugün bütün diqqətlərin üzərinizdə cəmləşəcəyi və parlayacağınız möhtəşəm bir astroloji dövrü yaşayırsınız. İş yerində nümayiş etdirəcəyiniz yüksək performans rəhbərliyin gözündən qaçmayacaq və qiymətləndiriləcəkdir. Şəxsi layihələrinizi geniş kütləyə tanıtmaq üçün bugün mövcud olan imkanlardan maksimum dərəcədə yararlanmalısınız. Maliyyə sahəsində riskli addımlardan qaçmaq və pullarınızı ağıllı şəkildə idarə etmək olduqca vacibdir. Sevgilinizlə birlikdə gələcək planları qurmaq aranızdakı emosional bağı daha da gücləndirəcək. Səhhətinizlə bağlı yaranan kiçik siqnalları göz ardı etmədən dərhal həkim müayinəsindən keçməyiniz məsləhətdir. Yaxın dostlarınızın sizə ehtiyacı olduğu bu gündə onlara dayaq olmaq hörmətinizi 1-ə 5 artıracaq. Egonuzu bir kənara qoyaraq başqalarının da fikirlərinə dəyər verməyiniz ümumi işin xeyrinə olacaq. Həyatınızdakı mənfi yüklü insanları uzaqlaşdırdıqca uğura gedən yolunuzun necə açıldığını aydın görəcəksiniz. Şəxsi inkişaf kitabları oxumaq və ya fərqli fəlsəfələrlə tanış olmaq dünya görüşünüzü genişləndirəcək. Büdcənizi aşacaq lüks xərclərdən uzaq durmaq yaxın gələcəkdə sizi maliyyə böhranından qoruyacaq. Hər cür çətinliyin öhdəsindən gələ biləcək gücə sahib olduğunuzu özünüzə tez-tez xatırlatmağı unutmayın. Yeniliklərə açıq olmaq sizə gözləmədiyiniz qapıların açılmasına və yeni şansların yaranmasına kömək edəcək. Hüquqi və ya rəsmi işlərinizi həll etmək üçün günün ilk yarısından səmərəli istifadə etməlisiniz. Özünüzü ifadə edərkən seçdiyiniz sözlərin kəsərli və eyni zamanda nəzakətli olmasına xüsusi diqqət yetirin. Gecə saatlarında dincəlmək və zehninizi tamamilə boşaltmaq növbəti günə enerjili başlamağınız üçün şərtdir. Qız. Detallara qarşı olan həssaslığınız bugün işlərinizi qüsursuz şəkildə tamamlamağınıza böyük yardımcı olacaq. Ətrafınızda baş verən xaosun içindən analitik zəkanız sayəsində ən doğru çıxış yolunu tapacaqsınız. Karyeranızda yeni bir pilləyə yüksəlmək üçün qarşınıza çıxan təklifləri diqqətlə dəyərləndirməyiniz lazımdır. İqtisadi vəziyyətinizi yaxşılaşdırmaq adına yeni gəlir mənbələri axtarmaq üçün çox uğurlu bir gündür. Sevdiyiniz insanla münasibətlərdə mükəmməllik axtarmaq əvəzinə onu olduğu kimi qəbul etməyə çalışın. Həzm sisteminizi qorumaq üçün bugün qidalanma rasionunuza xüsusi diqqət yetirməyiniz olduqca vacibdir. Fikir ayrılığı yaşadığınız həmkarlarınızla sülh şəraitində danışıqlar aparmaq iş məhsuldarlığınızı xeyli artıracaq. Gözlənilməz bir səfər təklifi planlarınızı alt-üst etsə də sizə unudulmaz təcrübələr qazandıra bilər.
Mənəvi olaraq rahatlıq tapmaq üçün meditasiya və ya yoga kimi fəaliyyətlərə vaxt ayırmağınız tövsiyə olunur. Özünüzü başqaları ilə müqayisə etməkdən əl çəkib, yalnız öz şəxsi tərəqqinizə diqqət yetirməlisiniz. Ailə daxilindəki məsuliyyətlərinizi vaxtında yerinə yetirmək evdəki dincliyin davamlı olmasını təmin edəcək. İllərdir yığılıb qalan köhnə əşyalardan xilas olmaq evinizin enerjisini müsbətə doğru tamamilə dəyişəcək. Dostlarınızla bölüşəcəyiniz gizli məlumatların kənara sızmaması üçün etibarlı insanları düzgün seçməlisiniz. Zamanı düzgün idarə etmək strategiyanız bugün ən çətin tapşırıqları belə vaxtından əvvəl bitirmənizə kömək edəcək. Həyatın sizə təqdim etdiyi kiçik sürprizləri görmək və onlara görə şükür etmək ruhunuzu zənginləşdirəcək. Axşam saatlarında sevdiyiniz bir filmi izləmək günün yorğunluğunu üzərinizdən tamamilə atacaq. Tərəzi. Həyatınızın hər bir sahəsində tarazlıq və harmoniya yaratmaq arzusu bugün əsas hədəfinizə çevriləcək. Ədalət hissiniz yüksək olduğundan ətrafınızda baş verən haqsızlıqlara qarşı səssiz qala bilməyəcəksiniz. İş mühitində yaradıcı yanaşmalarınız və estetik baxışınız sayəsində hamıdan fərqlənməyi bacaracaqsınız. Maliyyə durumunuzu sabit saxlamaq üçün plansız və emosional alış-verişlərdən qətiyyətlə uzaq durmalısınız. Partnyorunuzla münasibətlərdə yaranan anlaşılmazlıqları açıq və səmimi söhbətlər vasitəsilə asanlıqla yoluna qoyacaqsınız. Sağlamlığınızı qorumaq üçün yuxu rejiminizi nizamlamaq və vaxtında istirahət etmək olduqca mühümdür. Yeni tərəfdaşlıqlar qurmaq barədə düşünürsünüzsə, qarşı tərəfin keçmiş fəaliyyətini yaxşıca araşdırmağınız məsləhətdir. Ruhunuzu qidalandıracaq bədii tədbirlərə, teatr və ya sərgi salonlarına getmək üçün gözəl gündür. Karyera pillələrində inamla irəliləmək üçün bilik və bacarıqlarınızı daimi olaraq təkmilləşdirməyə çalışmalısınız. Yaxın dostunuzun sizdən xahiş edəcəyi köməyi geri çevirməyərək dostluq sadiqliyinizi bir daha sübut edəcəksiniz. Həyatın gətirdiyi çətinliklər qarşısında pozitiv optimist əhvalınızı qorumaq sizin ən böyük silahınızdır. Fərdi sərhədlərinizi aşmağa çalışan insanlara nəzakətli şəkildə yox deməyi öyrənməyinizin vaxtı gəlib. Daxili səsinizin sizə verdiyi mesajları diqqətlə dinləsəniz, gələcək addımlarınızı daha doğru müəyyən edərsiniz. Bugün tamamlayacağınız hər bir iş sizə gələcəkdə böyük maddi və mənəvi dividendlər qazandıracaq. Başqalarının rəyinə həddindən artıq bağlı olmaq şəxsi azadlığınızı məhdudlaşdıra bilər, buna yol verməyin. Günün yekununda özünüzlə baş-başa qalaraq daxili harmoniyanızı yenidən bərpa etməyə vaxt ayırın. Əqrəb. Daxili gücünüzün və iradənizin pik həddə çatdığı bu gündə çətin görünən hər şey asanlaşacaq. İntuisiyanız olduqca güclü işlədiyindən insanların real niyyətlərini baxışlarından belə asanlıqla oxuya biləcəksiniz. İş həyatınızda gizli rəqiblərinizin qurduğu planları alt-üst edərək öz üstünlüyünüzü nümayiş etdirəcəksiniz. Maddi sahədə etdiyiniz köhnə yatırımların bəhrəsini bu gündən etibarən görməyə başlaya bilərsiniz. Şəxsi münasibətlərinizdəki qısqanclıq və sahiblənmə duyğusunu cilovlamaq bağlarınızın salamatlığı üçün mühümdür. Səhhətinizlə bağlı stres mənşəli ağrılardan qorunmaq adına sinirlərinizi sakit saxlamağa çalışın. Həyatınızda köklü dəyişikliklər etmək istəyirsinizsə, bugün köhnə vərdişlərdən imtina etmək üçün idealdır. Yaxın qohumlarınızla yaşana biləcək miras və ya əmlak məsələlərində hüquqi yollara üstünlük verin. Sir saxlamaq bacarığınız sayəsində ətrafınızdakı insanların ən çox etibar etdiyi şəxsə çevriləcəksiniz. Karyeranızda böyük bir sıçrayış etmək üçün təcrübəli insanlardan mentorluq dəstəyi almaq faydalı olar. Hisslərinizi gizlətmək əvəzinə onları güvəndiyiniz insanlarla bölüşmək üzərinizdəki yükü yüngülləşdirəcək. Gərəksiz yerə riskə getməkdən çəkinməli, hər bir addımınızı addım-addım planlaşdıraraq atmalısınız. Yaradıcı potensialınızı reallaşdırmaq üçün bugün qarşınıza çıxan şansları dərhal dəyərləndirin. Özünüzü intellektual cəhətdən zənginləşdirmək üçün yeni elmi məqalələr oxumağa vaxt ayıra bilərsiniz. Qarşılaşdığınız maneələr sizi qorxutmamalı, əksinə xarakterinizin daha da bərkiməsinə xidmət etməlidir. Axşam saatlarında isti bir vanna qəbul etmək bədəninizdəki bütün gərginliyi tamamilə yox edəcək. Ox atan. Bugün daxilinizdəki macəra axtarışı və öyrənmək ehtirası sizi tamamilə yeni məkanlara sürükləyəcək. Optimist baxış bucağınız sayəsində ən ümidsiz vəziyyətlərdə belə bir çıxış işığı tapacaqsınız. İş yerində irəli sürəcəyiniz qeyri-adi və cəsarətli ideyalar layihələrin gedişatını müsbətə doğru dəyişəcək. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün xaricdən gələn əməkdaşlıq təkliflərini mütləq nəzərdən keçirməlisiniz. Eşq həyatınızda azadlığınıza olan düşkünlüyünüz tərəfdaşınızla aranızda kiçik anlaşılmazlıqlara səbəb ola bilər.
Sağlam bir bədən üçün idmanla məşğul olmağı və təmiz havada daha çox vaxt keçirməyi vərdiş edin. Yaxın dostlarınızla birlikdə təşkil edəcəyiniz qısa müddətli bir gəzinti sizə unudulmaz anlar bəxş edəcək. Fəlsəfi baxışlarınız ətrafınızdakı insanların hadisələrə fərqli prizmadan baxmasına kömək edəcək. Həyatınızın bu mərhələsində qarşınıza çıxan çətinlikləri böyümək və yetkinləşmək üçün bir dərs sayın. Maddi məsələlərdə həddindən artıq cömert olmaq büdcənizdə gözlənilməz boşluqlar yarada bilər, diqqətli olun. Özünüzü inkişaf etdirmək üçün xarici dillər öyrənmək və ya yeni mədəniyyətləri araşdırmaq əla fikirdir. Başqalarının sizin haqqınızda nə düşündüyünü əhəmiyyətli hesab etməyərək öz bildiyiniz doğru yolla irəliləyin. Müsbət auranız sayəsində bugün ətrafınıza yalnız xeyirxah və dürüst insanları cəlb edəcəksiniz. Gələcəklə bağlı qurduğunuz böyük xəyalları reallığa çevirmək üçün bugün ilk praktik cəhdi edin. Zamanınızı boş və mənasız söhbətlərə sərf etməkdənsə şəxsi gələcəyinizi planlaşdırmağa yönəldin. Axşam saatlarında oxuyacağınız maraqlı bir kitab zehninizi tamamilə fərqli dünyalara aparacaq. Oğlaq. Bugün hədəflərinizə çatmaq üçün nümayiş etdirəcəyiniz yüksək nizam-intizam hər kəsin rəğbətini qazanacaq. Ciddi və məsuliyyətli yanaşmanız sayəsində rəhbərliyin ən çox etibar etdiyi əməkdaşa çevriləcəksiniz. Karyeranızda uzun müddətdir gözlədiyiniz vəzifə artımı və ya təyinat bugün reallaşa bilər. Maliyyə planlaşdırılmasında göstərdiyiniz uzaq görənlik gələcəyinizi tam təhlükəsizlik altına almağınızı təmin edəcək. Şəxsi münasibətlərdə emosiyalarınızı büruzə verməkdə çətinlik çəksəniz də sevginizi əməllərinizlə sübut edəcəksiniz. Sümüklərinizin və oynaqlarınızın sağlamlığı üçün kalsiyumla zəngin qidalara rasionunuzda yer ayırın. İşlərinizin çoxluğuna baxmayaraq ailə üzvlərinizə vaxt ayırmağı və onların qayğısına qalmağı unutmayın. Səbr və təmkin nümayiş etdirməyiniz çətin şəraitlərdən ən az zərərlə çıxmanıza şərait yaradacaq. Keçmişdə buraxdığınız səhvlərdən düzgün nəticə çıxararaq gələcəyə daha təcrübəli addımlarla irəliləyirsiniz. Ətrafınızdakı insanların sizdən məsləhət almaq istəməsi müdrikliyinizin bariz bir göstəricisidir. Büdcənizi qorumaq üçün investisiya sahəsində macəralardan uzaq durub, ən etibarlı yolları seçməlisiniz. Həyatın çətin anlarında daxili intizamınızı itirməmək sizi hər zaman digərlərindən bir addım öndə saxlayacaq. Yaradıcı layihələrinizi həyata keçirmək üçün dövlət və ya rəsmi qurumlarla olan işlərinizi bugün həll edin. Özünüzə qarşı həddindən artıq tənqidi olmaqdan əl çəkib, qazandığınız uğurlarla qürur duymağı bacarın. Həyatınızdakı prioritetləri yenidən müəyyən etmək enerjinizi daha səmərəli xərcləmənizə kömək edəcək. Günün sonunda əldə etdiyiniz nəticələri təhlil edərək növbəti günün strategiyasını indidən cızın. Axşam saatlarında sakit bir mühitdə tək qalmaq daxili enerjinizi yenidən bərpa edəcək. Dolça. Bugün orijinal ideyalarınız və fərqli baxış bucağınızla ətrafınızdakı insanları heyrətləndirməyi bacaracaqsınız. Humanist prinsipləriniz sizi cəmiyyət üçün faydalı olan sosial layihələrdə iştirak etməyə sövq edə bilər. İş mühitində ənənəvi metodlardan imtina edərək innovativ texnologiyalardan istifadə etməyiniz məhsuldarlığı artıracaq. Maliyyə cəhətdən gözlənilməz mənbələrdən gələcək pullar büdcənizi xeyli dərəcədə rahatladacaqdır. Şəxsi azadlığınıza zərər verməyəcək şəkildə qurulan münasibətlər sizə böyük xoşbəxtlik gətirə bilər. Sağlamlığınızı qorumaq üçün sinir sisteminizi gərginlikdən uzaq tutmalı və zehni istirahətə vaxt ayırmalısınız. Dostluq əlaqələrinizin ön plana çıxdığı bu gündə yeni və maraqlı insanlarla tanış ola bilərsiniz. Rutin işlərdən sıxıldığınız üçün bugün həyatınıza rəng qatacaq fərqli fəaliyyətlərə yönəlməlisiniz. Gələcəyə dair qurduğunuz proqressiv planlar yaxın zaman kəsiyində öz real bəhrəsini mütləq verəcək. Ətrafdakıların mühafizəkar tənqidlərinə əhəmiyyət vermədən öz vizyonunuzun arxasınca qətiyyətlə gedin. Maddi yardıma ehtiyacı olan birinə edəcəyiniz dəstək mənəvi dünyanızı inanılmaz dərəcədə zənginləşdirəcək. İnternet və ya texnologiya sahəsində fəaliyyət göstərirsinizsə, bugün böyük nailiyyətlər qazana bilərsiniz. Fərdi inkişafınız üçün elmi sənədli filmlər izləmək və ya seminarlara qatılmaq olduqca faydalıdır. İnsanlarla ünsiyyətdə ön mühakimələrdən uzaq duraraq hər kəsə bərabər şans verməyə çalışın. Daxili səsinizin sizə ilham verdiyi anlarda ağlınıza gələn fikirləri mütləq qeyd edin. Axşam saatlarında ulduzlu səmanı seyr etmək ruhunuzdakı bütün suallara cavab tapmaqda kömək edəcək. Balıqlar. Bugün intuisiyanızın və yaradıcı təxəyyülünüzün gücü sayəsində əsl sənət əsərləri ortaya qoya bilərsiniz.
Ətrafınızdakı insanların emosional vəziyyətini dərindən hiss etdiyiniz üçün onlara ən doğru təsəllini siz verəcəksiniz. Peşəkar fəaliyyətinizdə rəqabətdən uzaq duraraq öz sakit templərinizlə irəliləməyi üstün tutmalısınız. Maliyyə məsələlərində xəyalpərəstlikdən qaçıb, reallıqları göz önünə gətirərək hərəkət etməyiniz şərtdir. Sevgilinizlə aranızda olan mənəvi bağı gücləndirmək üçün ona olan duyğularınızı şeirlə və ya hədiyyə ilə ifadə edin. Sağlamlığınız baxımından xüsusilə ayaq nahiyənizi qorumalı və həddindən artıq ayaq üstə qalmamalısınız. Ruhunuzu sakitləşdirmək üçün dəniz kənarında gəzmək və ya su səsi dinləmək sizə möcüzəvi təsir göstərəcək. Keçmişdə qalan inciklikləri ürəyinizdə daşımaq əvəzinə bağışlamağın böyüklüyünü seçərək özünüzü azad edin. Karyera planlarınızda dəyişiklik etmək istəyirsinizsə, hisslərinizin sizi apardığı yola güvənə bilərsiniz. Yaxın bir dostunuzun verəcəyi mənəvi dəstək sayəsində daxili qorxularınızın öhdəsindən asanlıqla gələcəksiniz. Həyatın sizə qarşı bəzən sərt olduğunu düşünsəniz də, hər çətinliyin arxasında bir xeyir gizləndiyini unutmayın. Xeyriyyəçilik fəaliyyətləri ilə məşğul olmaq ruhunuzun təkamül etməsinə böyük töhfə verəcəkdir. Maddi cəhətdən israfçılığa yol verməmək üçün gündəlik xərclərinizin siyahısını tərtib etməyiniz faydalıdır. Özünüzü ifadə edərkən musiqidən, rəsmdən və ya yazı sənətindən kömək almaq vizyonunuzu genişləndirəcək. Başqalarının mənfi enerjisini özünüzə çəkməmək üçün daxili bir qoruyucu qalxan yaratmağı öyrənməlisiniz.